Salam değerli izləyicilər, hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Bugün 18 aprel 2026-cı il. Bərdər rayonu Mustafa kəndində belə bir fermamız çıxdı satışa. Gördüyünüz kimi 120 hektar torpaq içində. Bütün hər bir avadanlığı da var, hər şeyi var. Bax, ot çardağıdır, hamısını çəkib su da başının üstündə. Değerli izləyicilərimiz, gözəl qardaşlar. Müəllimin əlaqə nömrəsini orada qeyd edəcəyik. Elə ilk başdan müəllimin nömrəsini deyirik. Qeyd edin. Yəni videonun sonunda yox. Videonun sonuna baxanda qardaşlar bəziləri orada bilmir. Deməli, müəllimin əlaqə nömrəsi 050 978 3151 nömrə ilə əlaqə saxlayırsınız. Fermalarda hamısını göstərəcəyik. Ora ambardır, hava açıq olan yer. Ambarıdır, bax o açıq olan yer. Tövlələr də bax buradadır. Çəninə qədər hər şey var. Çəni də çəkəcəyik. Bütün gözəl şəraitlə. Buyurub baxa bilərsiniz. Qiymət barədə müəllimin özü ilə danışarsınız. Qiyməti burada deyilməyəcək. Ona görə ki deyilməyəcək. Yəni müəllim bunu real satır birbaşa. Deməli gözəl qardaşlar. İşığı zaten hamısı var gördüyünüz kimi. Bu neçəyədir bilmirsən? Neçə heyvan bağlanır bura? Bir tane yani iki addelə 96 baş. Tüh. 96 baş mallıqdır. Yəqin ki suyu elə kalotla verirsiniz da. Yemi suyu kalotla orta ilə yəqin ki araba işləyir. Aha. Gözəl, işığı var. Su içməli suyu zaten. Aha. Gözəl. Oyunda o birisiləri də göstərəcəyik. Hamısına baxın. Yerdəki betondur, değerli izləyicilərimiz. Necə? Kafer. Gördüğünüz kimi. Hamısını çəkib göstərəcəyik. Deməli, sırf bax bu çardaqlar mal üçündür. Yəni kim istəsə qoyun da eləyə bilər də. Yəni o baxır ki, sizin öz fikrinizə. Hal-hazırda hamısı mal üçündür. Torpaqdakı 120 hektar torpaqdır. Gözəl qardaşlar. Çəkəcəm baxasınız. Bu da yəqin ki qalmağa yaşayış. Neçə otaqdır bu ev? 4 otaq. Hamısı sizə məxsusdur da elə mi? 4 otaqdır. Hamam, tualet, addenlidir. Bir dənə əlavə kuxunası var. Kuxunusu da var. Hamam. Qəşəng şəraitdir. Yəqin ki bunun üstünə ot yığırsınız ha? Üstü də çardaq. Nə qədər ot gedir bunun üstünə? Gedər də yəni 2000, 3000. 3000. Qoşa kubiklə tikilir. Ferma. Gözəl. Su çənidəki neçə tonluqdur bu çən? 5 tondan da çox olar. Ha. Daimi su var da. Motor vursan pastanı su gəlir. Nə gözəl. Bu da ambardır. Hansı? Ambarı da qoy çəkək də. Yox, içəri bağlıdır. Yəni içində yemlərdən çöldən. İçəri ambardır. Səri ambardır. Nə gözəl. Ambardır. Skılatıdır. Yəni yem skılatıdır. Bu da yem skılatıdır. İçərdən də qapısı var. Buradan baxmaq olur bura. İçərdən də oradan çıxış var da qapı. Oradan da çıxışı var değerli izləyicilərimiz. Gördüğünüz kimi. Bütün hamısı gözəl. Ambardır. Bildiğiniz ambar. Deməli, bax bu da ikinci tövləmizdir. Gözəldir, hər cür şəraiti var. Yəni buzoy saxlamaq üçün qəşəng addelləri var. Gözəl. İşığı var. Yəqin ki qaz olmaz. Yox, qaz yox. Odundan istifadə edirsiniz da. Gözəl.
O baştan da qapı var, bu baştan da. Yəqin ki, elə burada 96 başlıq olar. Olar. Müəllimin özü ilə orada nömrə deyilib, ətraflı məlumatların hamısını alarsınız. Dəyərli izləyicilərimiz. Kanalizasiya sistemi ilə gedir, yoxsa atırsınız? Atırır, yəni siliyə kanalizasiya. Kanalizasiya ilə gedisi deyir. Nə gözəl. Orta iləndəki araba işləyir, yem. Sudakı kalotlarla gözəl qardaşlar. Gözəl, bax belə kalotları var. Döydüm ölməz kalotları var. Allah xeyir versin. İnşallah çəkib hamısını göstərəcəyik, baxın. Deməli, dəyərli izləyicilərimiz, bu gördüyünüz yerdə su bunun başının üstündədir. Yəni, əkin üstündə tam gözəl əlverişli yerdir. Yəni, heç bir problemi yoxdur. Qapıdakı gembol, həyətdir. Çəkib göstərəcəyik. Burada 2 dənə də elə bir balıq gölü var, amma qurudur da. Yəni, balıq da saxlamırlar. Kim istəsə saxlaya bilər. Onu da deyim, biləsiniz. Onu da göstərəcəyik. Bax, 2 otaq, qardaşın qaldığı yerdir. 2 otaq, bəli 2 otaq. Buradakı hamam tualetdir, gördüyünüz kimi. Aydındır. Deməli, dəyərli izləyicilərimiz, bura bax, balıq gölüdür. Yəni, qurudulub. Yəni, kim istəsə, yəni, balıq da saxlaya bilər. Ərazisi də ki, qəşəkdir. Çox geniş yerdir. Hal-hazırda balıq yoxdur. Balıq gölüdür. Buraxın, saxlayın da, gözəl, yəni qamışlıq olan bir yerdədir. Buyurub baxa bilərsiniz. Tam ətraflı bütün məlumatların hamısını müəllimin özündən birbaşa alarsınız. Bax, bu yem ambarıdır. Bütöydür, yoxsa bu ara kəsmə? Neçə ton buna yem yığmaq olur? 200 ton. Geniş ambardır. Qabağında qəşəng asfalt. Gözəl. Yəni 200 ton pon. Bütün tədarükünü gör. Qışda əziyyət çəkmədən. Torpaqla göstərəcək bir müəyyən yerlərini. Baxın. Deməli, gözəl insanlar, gözəl qardaşlar. Dediyim kimi, su başının üstündədir, suyu da göstərəcəm. 120 hektar torpaqdır. Əkin üstündə var. Belə, yəni oturaq sahəsi də var. Müəllimin özü ilə, yəni 120 hektar torpağın ərazisi var. Torpağı var. Birbaşa danışırsınız, çardağıdır, fermalarıdır, navesidir, hər şeydə, yəni ambarıdır, yəni qalmaq üçün evidir. Hər şeyi var. Yəqin ki, kamera sistemi yoxdur. Var. Kamera sistemi də var. Nə gözəl. Suyu da çəkək. Bu suyu istifadə edirsiniz? Bəli, ölçü olmaq suyu. Aha. Sahəni də bax, bu suyla suluyurlar. Bax, bildiyiniz sahə, bax, bu suyla sulanır. Sudakı daimi var. Gözəl, yəni. Yəni, bütün ərazi hər tərəf bağlıdır. Müəllimin özü ilə danışın, qardaş. Orada əlaqə nömrəsi var. Tam da gözəl. Yəqin ki, bu su Qarabağ kanalından gəlir. Qarabağ kanalından gəlir, gördüyünüz suda. İnşallah müəllimin özü ilə birbaşa əlaqə saxlayın. Əlaqə nömrəsi orada var. Bu gördüyünüz yerlər hamısı müəllimə aiddir. Yəni, bax, bu gördüyünüz ərazi hamısı 120 hektar yerdir. Müəllimin özü ilə danışın, müəllim sizə tam ətraflı məlumatlarını verəcək.